Deyirəm axı ki, görüşmək qismət oldu da bizə. Neyinirsən, işlər necədir? Yaxşılıqdır məndə də. Sən necəsən, neynirsən? İşlərin necə gedir? Bir dənə sakit dur, mən telefonla danışım da. Salam, necəsən? Heç nə, mən də qızlarla oturmuşuq, çay içirik. Hə, narahat olma, axşam gələcəm, gözlə məni. Hə, oldu. Kim idi? Heç nə, qardaşım idi, soruşur ki, neynirsən, hardasan? Sənin qardaşının adı Əli deyildi, bəs ora Ayaz yazılmışdı. Hə, Əli də adı, prosta biz öz aramızda onun ləqəb qoymuşuq evdə, Ayaz deyirik. Hə, yaxşı, başa düşdüm. Maraqlı ləqəbi var amma. Gör nə deyirəm, Sən özün də belə ağıllı başlı qızsan, necə belə qısa giyinirsən? Başa düşmədim, istidə hava, neynəməliyəm, bürünməliyəm? Yox, baxma da, ona görə demirəm. İndi qıraqdan oğlanlar filan baxar eləyər, ona görə dedim. Onlar nə dəxliyi? Başa düşmədim. Mən onlara görə geyinmirəm ki, özümə görə geyinirəm, istədiyə geyinirəm. Hə, yaxşı, əsəbləşmə, prosta öz fikrimi dedim. Gedək. Hə, vəsiyo, burdan o yana özüm gedərəm, narahat olma. Özünə gəlsən, aparım da sən yola salınmaz, çatırıqda az qalıb. Yo, onsuz mən evə getmirəm ki, padruqam gildə qalacam bugün. Necə padruqan gildə qalırsan? Hə, elə heç nə, çağırmışdı ki, gəl bu gün qal bizdə, dedim qalım, narahat olmayın, mən özüm gedəcəm. Hə, heç bir şey onda, çatanda xəbər eləyərsən də. Hə, heç nə onda, yaxşı, hələlik. Yaxşı. Bay bay. Sağ ol. Ayda, xəbər çıxmadı bu qızdan. Görürsən gedib çatmadı. Qoy zəng eləyim görüm. Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir.